Hazırlaması çox asan, dadlı, ləzzətli, yumuşaq, çay süfrəsinə yaraşan meyvəli mini kekslər hazırlayıram. Əvvəlcə onu qeyd edim ki, keks üçün lazım olan ərzaqlar hamısı ev temperaturunda olmalıdır. 2 ədəd yumurtanın üzərinə 100 qram şəkər tozu, 1 çimdik duz, 1 paket vanil əlavə edib bunları mikserin yüksək sürəti ilə ağarana qədər qarışdırırıq. Gördüyünüz kimi bu cür ağardıqda üzərinə 100 ml bitki yağı əlavə edirik və çox az qarışdırıb mikseri dayandırırıq. Üzərinə yenə də ev temperaturunda olan 100 qram qatıq və 1 paket qabartma tozu da əlavə edib çox az qarışdırıb, sonda isə 200 qram unumuzu 3 dəfəyə olmaqla hissə-hissə əlavə edərək mikserin ən aşağı sürəti ilə qarışdırmağa davam edirik. Nə çox duru, nə də çox qatı olmayan orta qatılıqda bir xəmirimiz alınır. Qabın kənarlarında un qalıqları qaldığı üçün spatula vasitəsilə həmin xəmiri də ortaya doğru gətiririk, qarışdırırıq və xəmirimiz hazırdır. Onu da qeyd edim ki, bu reseptlə 12 ədəd keks alınır. Əgər sizlərdə bu kağızlardan yoxdursa, onda qəlbi mütləq yağlayın, daha sonra isə unlayın. Hərəsinin içərisinə 2 xörək qaşığı dolu olmayan xəmirdən əlavə edirik. Dilədiyiniz mövsüm meyvələrindən istifadə edə bilərsiniz. Mən ərikdən istifadə edirəm. Artıq suyunun çıxmaması üçün mən üzərinə 1 çay qaşığı da qarğıdalı nişastası əlavə edib qarışdırıram. Və hər bir keksin üzərinə 3 dilim əriyi yerləşdirirəm. Öncədən də sobamı yaxşı isitmişəm. Mən 180 dərəcədə sobamın ən aşağı gözündə konveksiya rejimində tam 30 dəqiqə müddətində kekslərimi bişirdim. İçərisində yaxşı bişib-bişməməyində çöp vasitəsilə yoxlaya bilərsiniz. Bişdikcə çox gözəl qabarırlar. Möhtəşəm bir xəmirdir. Çox dadlı, ləzzətli, yumuşaq kekslər alınır. Mən kağızlarını soyuram və süfrəyə verirəm. Gördüyünüz kimi həm qəşəng hündür alınıb, həm də ki meyvəyə nişasta vurduğumuz üçün meyvələr həm dibə çökməyib, həm də öz artıq suyunu, şirəsini xəmirə çıxarmayıb. Xına kimi qıpqırmızı, çox gözəl mini kekslərimiz alınıb. Bir qədər artıq bişirmək istəsəniz, ərzaqların miqdarını 2 dəfə artıraraq bişirə bilərsiniz. Yenə də qeyd edirəm, bu reseptlə tam 12 ədəd mini kekslər alınır. Çiyələk, şaftalı, albalı, qarağat, İstədiyiniz mövsüm meyvələri ilə hazırlaya bilərsiniz. Hər biri ilə inanın ki, çox ləzzətli alınacaq. Kekslər o qədər yumuşaq, o qədər zərif alınıblar ki, yedikcə dadından da doymaq olmur. Mütləq hazırlayın. Videonu bəyənib yaddaşa verməyi unutmayın. Mütləq yaxınlarınızla da paylaşın. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.